manat hardandır? Herkese salam qızlar. Bugün sizə keçən həftə həyat yoldaşımın kartından aldığım bəzi kosmetikaları və qiymətlərini göstərəcəm. Birinci növbədə göstərmək Ahmet! Bak düşme ha! istəyirəm. Yves Saint Laurent Libre Intense'in bu parfümünü almışam 500 manata. Yəni çox qəşəng parfümdür. Artıq mən neçənci dəfə istifadə edirəm. Amma həmişə 50 qramlığını alırdım. Bu dəfə 100 qramlığını almışam. Ümumiyyətlə siz nə etmək istəyirsiniz bu dünyada? Fenty Beauty'nin bu 50 bronzer 50'ni almışam. Bunun da qiyməti 120 manat idi. Yəni qəribin kartı olduğu üçün Mən də çox belə sevinərək və çox belə ürəklə getdim alış-veriş elədim. Yeter. daha sonra NYX-in bu fət oillərindən almışam. Fət oilləri çox qəşəng dodaq şişirdir, həm də çox qəşəng rəng verir. Baxın bir dənə bu rənginə. 70 manat idi. 70 manata almışdım. Hə. 3 dənə şey 700 manat pul veribsən. Hə. Başqa şeylər də almışam sənin kartından. Bəs mənim kartım hanı? Məndə. Ya böyle bir şey olabilir mi ya? Ya böyle bir şey olabilir mi ya? Sənin nə gəzir? Sən vermişdin keçən Mən səfər. vermişdim, get pomidor al, xiyar al. Bu nədir? Mən də özümə kosmetika almışam. Az 700 manat orada pul vermişəm mən. Hə. Baxacam ha. Baxarsan. Huda Beauty'nin bu sıxışdırılmış yeni çıxan pudralarından almışam. Da qiyməti 90 manat idi. Endirmə düşmüşdü amma 150 manatdan 90 manata düşmüşdü. Bunu da birlikdə yoxlayarıq. Hə, necə? Çox soğudu mənə, endirmə düşmüşdü. Ha, endirmə düşmüşdü. Gör nə qədər qiymət? 60 manat endirmə düşüb. İkkan yani seni hiç dinlemedim ama yani bence haksızsın ya. Sonra getdim Kiko'ya girdim. Dedim kızlar Kiko'da ne alım? Her şeyim var Kiko'da ne alım? Gördüm ki Candy Crush'ın Kiko Milan oynanan işbirliğinden böyle bir glosu var. Ben dedim ki bunu alım yoxum çünkü bu həqiqətən çox gözəldir. Bir dənə baxın. Görürsünüz gözəldir. Qiyməti o qədər yaxşı idi ki, istədim birini də alım. Sonra gördüm kartı azalır, ona görə almadım. Bunun qiymətini deyəsən 60 manat idi qiyməti. Yəni bir şeydi. Aldım, çox qəşəng idi. Doğrudan buna 60 manat pul veribsən. Bu dolara çəkəndə şişir və yəni boyda olur, bütün üzvə olur. Yoxsa nə dolğu effekti verir. 60 manat bu nədir? Candy Crush yazılır üstündə. Gloss. Oxşuyur. Gloss. Daha sonra Rare Beauty-dən belə bir balm, dodaq balmı və yanaq balmı almışam. Bunun qiyməti isə 38 manat idi. Yəni boyu balaca olmağına baxmayaraq mən daha böyük gözləyirdim əslində. Balaca olmağına baxmayaraq çox qəşəng idi həqiqətən. Yəni çox super bir şeydi. Yəni yağlı bir şeydi. Nədir? Yağlıdır. Hə, yağ. Yumurta pomidor yediğimiz yumurta pomidor var. O ilə bu yumurta pomidor pişirər yağı ilə. 38 manat. 2 dənə 2 litr yağ düşür ya. Zeytun yağı alıram 35 manata. 2 dənə 2 litr. Nəyə indi? İstifadə eləməyək. Bilirsiniz ki, L'Oreal Paris'in bu yeni çıxan turları. Mənim ən sevdiyim turlardan biri oldu, yeni versiyası. Qızıl rəngini o qədər çox bəyənmədim, almışdım. 38 manat almışdım deyəsən, turlamışam, orada istifadə eləmirəm. Amma bu rəngi çox bəyəndim. İndi bundan sonra bu rəngi istifadə edəcəm. Baha idi. 45 idi, yoxsa 40 idi. Elə bir şey idi yəni bunun qiyməti. Pul var burada doğrudan. Hə. 1000 manat hardandır?